Azərbaycan prezidenti bugün yeni dünya düzəninin formalaşmasının iştirakçıdır. Bu həqiqəti artıq bütün dünya qəbul edir. Azərbaycan yeni reallıqları yaradır dünyada və regionda. Qloballaşma səviyyəsi artdıqca milli dəyərlərin qorunması məsələsi daha da aktuallaşır. Biz nə qədər çox qloballaşırıqsa, bir o qədər də dəyərlərimizi qorumaq məcburiyyətindəyik. Çünki əks təqdirdə biz dəyərlərimizi itirə bilərik. Bu zaman biz gələcəkdə müstəqilliyimizi itirə bilərik. Bir xalq kimi məhv olarıq, əriyib gedərik və s. və s. Ona görə də Azərbaycan prezidenti Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında Azərbaycan dilinin qorunmasından və Azərbaycan tarixinin araşdırılmasından, yeni araşdırma istiqamətlərinin müəyyənləşdirilməsindən danışdı, yeni kitabların nəşrindən danışdı. Bu çıxışdan sonra son vaxtlar bu prosesi apara biləcək dövlət orqanları, Mədəniyyət Nazirliyi və Elm Təhsil Nazirliyi sanki hansısa qüvvələr tərəfindən hədəfə gətirildi. Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini hansı orqanlar təbliğ etməlidir? Bu istiqamətdə hansı orqanlar işlər görməlidir? Təbii ki, Mədəniyyət Nazirliyi və Elm Təhsil Nazirliyi. Biz son vaxtlar baxırıq ki, sosial şəbəkələrdə o qara güruhun, eyni zamanda xaricdən idarə olunan qüvvələrin Elm Təhsil Nazirliyinə, eyni zamanda Mədəniyyət Nazirliyinə koordinasiya olunmuş bir hücumu var. Cəməm, niyə biz bu hücumların qarşısını ala bilmirik? Axı, bizim ölkəmizin kifayət qədər bu millətin gələcəyini düşünən ziyalıları var. Bu ziyalılar önə çıxmalıdırlar, fikir bildirməlidirlər. Sizcə, deyilənlər doğrudurmu? Mədəniyyət Nazirliyi və Elm Təhsil Nazirliyi doğrudan mı normal fəaliyyət göstərmir? Yoxsa mənim düşündüyüm kimidir, Azərbaycan prezidentinin çıxışından sonra bu milli məsələlərin gələcəkdə daha da qabardılması, daha çox iş görülməsi istiqamətində vəzifələr qarşısında vəzifələr müəyyənləşmiş bu orqanlara məqsədli bir hücum var. Ümumiyyətlə, gəlin məsələyə belə yanaşaq. Birinci, əslində cənab prezidentin AMİA-nın toplantısındakı çıxışı çox konseptual bir çıxış idi və dərin məzmunlu bir çıxış idi. Və Azərbaycan üçün həm də bir yol xəritəsi idi. O çıxışda bütün istiqamətlər təfsilatlı şəkildə öz əksini tapmışdı. Həm informasiya texnologiyaları, süni intellekt, kiber təhlükəsizlik, ana dilinin qorunması, tarix və digər. Və o mənada bu çıxış əsasında bizim qarşımızda çox ciddi bir vəzifələr müəyyənləşib. Ziyalıların, alimlərimizin qarşısında və orada cənab prezident xüsusilə ana dili ilə bağlı qeyd etdi ki, mən özüm buna ciddi bir nəzarəti həyata keçirəcəm. Burada məsələ ondadır ki, baxın, məni ən çox narahat edən nədir? Bizim düşmənlərimiz, xarici qüvvələr gördülər ki, bizi hərb meydanında məhv edə bilmədilər. Bizi məğlub edə bilmədilər. Və onlar bugün çalışırlar ki, bizi daxildən o qurd ağacı yeyən kimi yesinlər. Yəni, bugün əslində müharibə ideoloji müharibədir. Bugün beyinlərin müharibəsidir. Bugün sosial media müharibəsidir. Baxın, bilmirəm, mən əminəm ki, siz bunu izləyirsiniz. Mən Azərbaycan mediasını çox diqqətlə izləyirəm və sosial mediada. Baxın, ciddi bir mütəşəkkil şəbəkə var, xüsusilə xaricdən. Bunlar bir neçə istiqamətdə iş aparırlar. Birinci, cənab prezidentin fəaliyyətinə kölgə salmaq. Təbii ki, bu qeyri-mümkündür. İkinci, hakimiyyətə qarşı inamsızlıq yaratmaq, tez-tez müxtəlif addımlar atmaq. Misal üçün, mütəşəkkil bir formada davamlı olaraq hansısa bir millət vəkili, deputat hədəfə alınır və onun haqqında yanlış məlumatlar cəmiyyətə ötürülür. Biz bunu sizin efinizdə müzakirə etmişdik. Manipulyasiya edilir. Və bugün Azərbaycanda bu istiqamətdə, indi biz 5-ci kolon deyirik, bir istiqamətdə yox, müxtəlif istiqamətlərdə işlər gedir. Bir, Azərbaycanın milli mənəvi dəyərlərinə, xüsusilə dini dəyərlərinə çox ciddi hücum var.
yəni bizim dini dəyərlərimizin sıradan çıxarılması. Bugün ciddi bir səylər var ki, Azərbaycanda ənənəvi dindən bizim vətəndaşlarımız uzaqlaşdırılır və qeyri-ənənəvi dinlərə sürətli bir meyl yaradılır. Bu tendensiya özünü açıq şəkildə göstərir. Son vaxtlar Azərbaycanın, mən bunu bir neçə dəfə demişəm, dini xəritəsi ciddi bir formada dəyişir və qeyri-ənənəvi təriqətlərə insanlar meyllənir. İkinci məsələ... Təhlükələr də çatıbmı? Mən düşünürəm ki, bəli, biz bu barədə ciddi düşünməliyik, bu bizi narahat etməlidir. Çünki mən uzun müddət bu sahədə işlədiyimə görə, belə deyək, üzdə hər şey hamar görsənir, amma altda su axır və öz işini görür. Və sürətli bir formada bölgələrimizdə qeyri-ənənəvi təriqətlərin yayılma elementləri özünü ciddi göstərir və bu bizə gələcəkdə ciddi bir problem yaradacaq. İkinci bir məsələ bir sıra qərb dövlətlərinin, Avropa dövlətlərinin həyata keçirdiyi layihələrdir. Və Amerika Birləşmiş Ştatlarının da bəzi təşkilatları, Amerika Birləşmiş Ştatlarında Trump bunun qarşısını aldı. Məsələn, bugün Azərbaycanda gender bərabərliyi probleminin olduğunu, bugün Azərbaycanda feminizm hərəkatının biz dəstəkləndiyini görürük. Bugün ailə dəyərlərinə kütləvi hücumları biz görürük və bu açıq-aydın özünü göstərir. Və təbii ki, burada da həm bizim Elm və Təhsil Nazirliyi, eyni zamanda Mədəniyyət Nazirliyi də tez-tez hədəf alınır. Burada bilirsiniz, əslində biz yeni bir mərhələyə daxil olmuşuq. Bu prosesi biz necə qiymətləndirməli? Hazırki islahatlar, hazırki atılan addımlar gələcəyə hesablanmış addımlardır. Bu post-müharibə dövründə yeni yanaşmadan irəli gələn məsələlərdir. Mədəniyyət sahəsində bəzi islahatlar həyata keçirilir. Bu islahatların bir qismi ağrılıdır. Mən də bunu bir neçə dəfə qeyd etmişəm. Amma görünür ki, bu islahatların da həyata keçirilməsi gələcəyə hesablanmış müəyyən addımlardan irəli gəlir. Və eyni zamanda bugün bizim təhsil sistemində də müəyyən bir işlər, islahatlar gedir. Təhsildə biz yəni müəllimlərlə bağlı, proseslə bağlı addımları görürük. Bunun nəticələri bu hər iki sahədə atılan addımlar ağır addımlardır. Bunu həm strukturların rəhbərləri də özləri zaman-zaman qeyd edirlər. Amma görünən odur ki, bir hədəf var, məqsəd var, tapşırıq var, biz ona doğru gedirik. Və zaman da bu proseslərin hansı formada və hansı nəticə ilə yekunlaşacağını göstərəcək. Amma burada ən önəmli məsələ isə artıq insanlarımızın beyninə yeridilən fikirlərdir.